Ailenin yeni pričoskası. İndi mənə yazacaqsınız ki, saçını niyə qırxmırdınız? Qırxdıq. Hava bugün bir gözəldir, bir gözəl. Güneş çıxıb. Çox sevirəm belə havaları. Bir baxın. Amma küləklidir. Hər kəsin günü xoş keçsin və uğurlu keçsin. Pinka üçün də sup edirəm. Burada ətdir, kartoşkadır, ağ kələm, kərəviz, soğan, brokoli, balqar biberi, biraz belə uşaqlar üçün makaron və kök. İndi multivarkada hazır edəcəm. Mənə kömək olacaq və mənim işlərim bitəcək. Çünki ancaq ailənin yeməyini hazır eləməliyəm. Bu starta getdi. İndi qızardacağım hamısını bunları. Ət, soğan, kərəviz, qalanları da atacağım. Bulyon da hazırdır artıq. Çolpadan eləmişəm. Bir də ət idi, həmin bu ət. Geçən qaynatdım onu. İndi Alinka üçün yuxudan oyananda sup olacaq. Avokado var idi. Dedim Alin üçün waffle eləyim. Avokado əzdim. Bir dənə yumurta. Belə. İndi isə bura 2 ya 3 qaşıq un əlavə edəcəm və göndərəcəm waffle aparatına. İndi yesin bunları. Biraz da banan var burada, apelsindən, onu verəcəm ki tez yuxudan oyanmasın, biraz yatsın. Yuxudan oyanandan sonra isə şorbasını da verəcəm, yiyəcək. Heç ona yağ vurmadım, bilmirəm necə olacaq. Ya Allah, gedək, görək. Necə olacaq? Məncə normal, çünki hər dəfə pankekləri bu xəmirlə edirəm. Əlavə heç nə vurmuram. Undur, yumurtadır, ya banandır. İstəyirəm biraz belə böyük olsun. Məncə çox vurmadım. Wafflemizə baxaq və belə gözəl waffle alındı. Həm şiş oldu. Biraz da saxlayaq. Apelsini doğradım, banan da doğrayacağım. Üfsə. Bizim wafflelərimiz banan, apelsin, waffle. Gedim Alinə verim, yesin. Bəyənir. Apelsini təkcə çox sevir. Gələk birinci waffle verim, sonra bunları. Görək. Aylin? Nyam nyam. Nyam nyam. Yey. Bu da hazırdır. Bir də göyərti əlavə edəcəm. Xoşuma gəlir. Təzə göyərti olanda. Biraz da nanə qurusunu vurdum. Alinin supu hazırdır. Gidəcəm Alini yatıracağım. Anda keyfi sazdır. Kəstirir onu. Belə. Günlərimiz belə keçir. Əyləncəli. Mən də buranı yenə dəyişdirmişəm. Ürəyim sıxılırdı. Televizoru buradan çıxartmışam. Aparmışam ora. Ki orada uzanım, televizora baxım. Alini də burada yatırıram. Alini də burada oynayır. Ən çox bu otağı xoşlayıram indi. Çünki günəş çıxır falan. Bura biraz daha işıqlıdır da, o birisi otaqlara baxan. Burada otura bilmirəm. Burada ancaq bu tərəfini sevirəm, mətbəxin. Aynincik də buradadır. Oynayır. Gedim onu yatışdırım. Bunlara qoydum buğdanı və üzərini verib püskürürəm. Mütləq nəm olmalıdır. 2 günə deyirlər ki, yəni videoda baxıb edirəm mən də ki, hörümçək toruq kimi çıxacaq. Görək. İnşallah ki, böyüdə biləcəm onu. Buradadılar. Belə bağlamışam. İndi görək, kökləri çıxmalıdır. Əgər hər şey düz edirəmsə. Bilmirəm, siz də öz üsullarınızı yazın, necə edirsiniz. Mənə məsləhət görə bilərsiniz və bu səmənini yəqin ki, inşallah ki, bayramda görərik. Ki, səmənim böyüyəcək. Bunu çıxardım, buradan sizə göstərim. Bu gülqab idi. İndi istəyirəm, bunu ya kraskalıyım, ya içinə nəsə əlavə edeyim, buradan biraz belə görsənsin. Səmənini bura qoyacağım. Görək də dekoru necə edirəm.
Stolun üzərində, masanın üzərində qalacaq səməni görək. İnşallah mən istədiyim kimi olacaq, alınacaq ya yox. Bilmirəm indi bunu kraskalayım biraz yoxsa yox. Siz də yazın. Görək. Hələ ki buradadır. Hələ ki bilmirəm nə edəcəm. Bunlarda özüm üçün yazmışdım ki, в холодильнике кости для кошек возьми завтра. Yoldaşıma vermişəm. Ət pişirmişdim. Onun şeyləri qalmışdı da, toyuğun bəzi hissələrini verdim yoldaşıma, indi işə getdi ki, çöldə pişiklərə versin. Tez-tez belə çıxanda yedizdirirəm. Bu da mənə kömək oldu ki, yadımdan çıxmadı. Çünki dünən evdən çıxanda mən çıxdım və yadımdan çıxdı. Yazıq pişiklər çöldə idi. Heç nə, bu maraqlı oldu. Bunları yazıram, xaladinika yapışdırıram. İfso. Heç nə yadımdan çıxmır. Qablarımı da yumuşam, qaldı onları qurutmaq. Sup çıktı burada. Aynen çıkın bayaq göstermiştim size. Belə çox dadlı bir qoxu gəlir evdə. Bunu da yumayacağım. Keçən dəfə yumuşdum, yazmışdınız ki yuma. Nə bilim ziyandı falan filan. İndi sadəcə bunu salfetka ilə sildim. Mən bir dənə salfet götürdüm, sadə. Heç slipi falan deyil, elə belə slipi ilə sildim. Sadə. Heç nəsiz. Burada da səmənilərim. Görək necə olur. Bu figurkalar elə xoşuma gəlir ki, Instagramda bir dənə səhifə var. Bütün gün ona baxıram, orada da bu figurlardan satırlar. Miray cehizlikdir, yoxsa nədir, Instagramda gedir. Çox gözəldilər. Ümumiyyətcə bizim çox gözəl ənənələrimiz var. Bizləri də Aylin sağ olsun yemədi yarısını. Tullamadım, heyf eləmədim, ya özüm yiyərəm. Yedək ki, birazdan verərəm. Çünki çox ac deyildi. Səhər smes yemişdi. Mənim və yoldaşımın tənbəliyindən yatırdıq ikimiz də. Biraz gec getdi işə bugün. Biz biraz gec durduq. Saat 10'un yarısıydı. Aylin smes verdim. Sonra bu yeməyi verdim. Piçin yemişdi yolda, hələ onları da saymıram. Tekstə vermişdim, yemişdim. İndi oturup nə iş görür? Keks qablarımı çıxardıb yenə. Aşpaz olacaq kızlar. Yaxşı ki bu şeyler var burada. Pəncərənin üzərində. Hava da ki heç də. Qorxu filmindəyik. Geçen bir dənə qorxulu kino çəkmək olar burada. Burada da bizim stroykamız gelir. Birazdan burada gözəl binalar olacaq. Əminəm ki orada geçen marketler açacaqlar. Ya böyük bir Bravo'dan. Bizdə burada böyük Bravo yoxdur. Məsəl üçün əziyyət çəkirik Nərimanovda. Mən bilmirəm harda var Bravo. O tərəflərdə. Quşdan gözəl uçur. Fikrim çox tez yayınır. Burada bir dənə market açsaydılar əla olardı. Burada uşaq üçün детский plaşatka eləsəydilər, gedərdi Aylinlə ora. Əslində var bizdə детский plaşatka, amma orada kaçelləri qırıblar uşaqlar. Ya uşaqlar, ya bilmirəm böyüklər. Orada kaçelər yoxdur. Burada da yaxında bir elə də yoxdur. Ay qız. Deyirəm də bunu 5 dəqiqə qoyursan görün nədir? Vay dədə vay. Neynədin? Yaxşı ki burada heç nə yox idi. Qoymuram bura ağır bir şeylər. Çıxartdı onu. Aşpaz olacaqsan qızım. Neynirsən qab qaşığı? Ver bura. Ver bura. Əsəbləşdi. Yox olmaz bunu. Bu oyuncaq deyil. Heç nə olmadı. Söhbətimizə davam. Nə deyirdim? Deyirdim ki orada market açsaydılar əla olardı. Heç nə belə. Mən də gedim Aylinə yatışdırım. Buranı bağlayayım. Onun üçün qaranlıq yaradıram. Televizoru söndürürəm və Aylin gedir yatmağa. Markete gedir. Mişkasını da aparıb. Мишку тоже взяла? Buradan bura gedir ya Aylin. Mələ ev paltarında markete gedirəm. Ver. Gezməyə çıxartmısan? Aylinlə marketə, deməyəcəm nəyə görə. Neyse, Aylin'in əlindən görə bilərsiniz. Mişkasını da aparıb gözümlə aparıram. Ay kız onu da götür. Пошли, возьми. Все, пошли. Lift geldi. Çık. Давай. Buraya. Geldik eve. Düşmüştü markete. Yani lift bağlansın. İci.
Держи Мишку. На, держи Мишку. Мишку держи. Saymırım Mишkasını. Gel, hoş geldin sen Halim bacı. Geç. Git. Koca neneler kimi getiriyor? Şükür. Allah'ım ev değil. Ev paltarında çıkmış ama bir tane sos situasiyaydı markete kaçmak. Çalışıram. Ailenin stulçukunu yiyorum. Çünkü burada bəzi lekeler var. Hatta bəzi lekeler var. İstəyirəm ki onlar gitsin. Şimdi biraz su tökəcəm üzerine ve qabiyanla geçen sileceğim. Bu biraz islansın. Sonra koyacağım onu balkona. Geçen kurusun orada. Boyamayı buradan çıkarttım. Elə buradan özü çıktı. Görürsünüz böyle dartırsınız onu. Buradan böyle basıp çıxardırsınız. Və salam çıxır belə. Bir dənə çirklik olub onun altına. Bütün day yemeği ne varsa hamısı onun içindədir. Şimdi göstereceğim size. Bakın. Bu hamısı yeməkdir. Burada da görürsünüz ne kadar çirklik olub. Şimdi bunu belki attım maşınkaya yusun geçen. Ya da belə özüm əlinə yuyacağım. Burada da görürsünüz ne kadar çirik var. Burada yemeği hazır edirəm. Belə birinciklərim alındı. İçi kəsmikli və ətlidir. İstəyirsinizsə resepti gəlsin. Reseptini bölüşəcəm. Burada da qanatlardır. Toyuq qanatlarıdır. Alim də əlimdədir. Kaksikdə imkan vermir bir şey deyim. Düşəcəksən qızım. Heç nə. Havamız da belə. Bugün hava da çox gözəldir. Güneş çıxıb mən oradan görə bilərsiniz. Mən də keçim bunları qızardım. Və salam. Bir de kartoşka kızartacağım. Bu da kanatlardı. Kaldı bir tane kartoşka. Birincikler de iki taraflı kızır. Bu da son yemeği kartoşkayla koyup kanatları. Bakın budur. Çok kişi yiyor. Burada göy belə nəsə var idi. Onu təmizlədi. Aslında bunu əlinə də eləyə bilərdim, amma ərindim. Attım maşına. Bir yoxdur, zato təmizdir. Yumuşaqdır, quruyar məncə bunun üzərində. Bugün tembellik yemeği diye buna. Saskalar, kartoşka, soğan, göyərti. Lezzetlidir. Yenirəm. Haçan ki o tembelliği vaxtlarım olanda. Bugün tam da o gün. İsterika edir. Həmişə gülən görürsünüz, ağlayan da görün. Yaxşı, nə istəyirsən? Ne? Telefon, fanarik. Neymişsən fanariki? Neymişsən? Где фонарик? Qımı çimizdirdim. Həmişə təmizlikdə gözəl qızım. Deməli papaq taxmışam başına. Ev əslində istidir, amma yenə də. İndi yatanda mən onun corablarını həmişə çıxardıram. Burada sərmişəm deyə yerə. Burada oynayır. Ona görə narahat olmuram ona. Heç nə. Gedim mən oranı hazır edeyim bu yemək esmesini içənə kimi. Mənim hələ vaxtım var. Keçək mənim sevimli yerə. Bu yenə hər yeri qurtdalayır. Düş!
Tərbiyəsiz. Hə, bir neçə qabım var, onları yuyacağım. Bunları da artıq yumuşam, qurudacağım. Yoldaşım gələndə yemək yeməyəcək bilmirəm. Saat 1-də gecə gələcək. Aylin durdu. Deyəsən smeys bitdi yeməyi. Nəysə. Həmişə belə mızıldayır. Burada supdur. Onu başqa bir qaba yerləşdirəcəm və sabah üçün Aylinə sıyıq çıxardım. Gərək bu kindamili bitirək. Çünki açıq qalandan sonra istifadə eləmək olmaz. Çox qalanda. Buradakı başqa sıyıqlar. Gedim görüm nə olub ona. Mızmızdanırdı. Deməli bunu da örtmüşəm. Görək kök verəcəklər ya yox. Hələ də gözləyirəm. Belə örtmüşəm üzərini və püskürdürəm. Quru qalmasın. Görək sabah nə olacaq. Artıq köklərini görürəm, çıxırlar. Bir dənə qab hazır edeyim sabaha falan. Burada da püskürtmək üçün belə şey götürmüşəm. Bura qoymuşam. Nəhayət ki, özümə də vaxt ayırdım. Başımı yudum. Aylin içimizdirəndə başımı tez yudum. Heç nə. İndi gedim bir dənə maska eləyəcəm. Gecə kremini çəkəcəm. И все. Üzümün quruluğu çox bilinir. Çox son vaxtlar üzüm çox quruyur. Gələ bu kremdən istifadə edirəm. Vişinin bir kremidir. Yazıldığına görə 72 saat necə deyirlər, nəmləndirir. İndi görək də. Nəmləndirəcək ya yox. Amma qəşəng saxlayır. Yumuşaq saxlayır dərini. Görün, artıq kökləri çıxmağa başladı. Və bunu suluyuruq, nəm saxlayırıq. Qurumamalıdır. Dedim, biraz günəş çıxdı. Qoyum günəşə. Buradakilardan baxın. Artıq cücərməyə başladı. Yeşildilər. Biraz bunlardan üstdən suyaq. Və örtəyim. Biraz günəşdə dayansın. Buna elə bilir ki, nəm qalmalıdır hər zaman. Nə qədər çalışırsınız, gəlin yoxlayın 2 saatdan bir, 3 saatdan bir ki, nəm qalsın. Biraz günəşdə dursunlar, götürəcəm buradan.
Və nəhayət ki, mən diyetaya başlayıram. Sadəcə bugün makaron olacaq. Nə deyirlər ona? Bərk buğdadan makaronları mütləq almalısınız. Arxasında yazılır hətta 150 hardasa qram makaron və 100 qram, 150 qram hardasa döşəti. Bildiyiniz kimi mən onu yağsız pişirirəm air fryerdə. Bir ədəd xiyar doğrayacağım və biraz icebergdən. Bugündən biz diyetamıza başlayaq. Asta-asta havalar yaxşılaşır və yürüyüş də əlavə edəcəm. Çünki başqa indi idman növü eləyə bilmirəm. Baxaq da indi sizlə bölüşəcəm. Ona görə vloglarımı buraxmayın. Baxın, hər şeyi sizlə bölüşəcəm. Gündəlikdə 2,5-3 litr su içməlisiniz. Çay da ola bilər, yaşıl çay, şəkərsiz, heç nəsiz. Mən bugün artıq 2 çay içmişəm. Bir dənə kofe içmişəm səhər. O da ki, bu südlə. Yoldaşım mənə bilirsiniz nə deyir? Bu süd deyir, sudur deyir. Deyir, nəyini almısan bunu? 1% da deyir. Deyirəm, lazımdır mənə. Bundan içmişəm, Milla ilə. Bol köpüklü eləmişəm. Ləzzətli, şəkərsiz. Bu da abed olacaq. Çox təəssüf ki, zavtraqı mən buraxmışam. Heç nə yeyə bilmədim. Artıq ucu saat 2-in yoxsa 3-ün yarısı olmalıdır. 2-in yarısı deyəsən. Orada da yoldaşım üçün orada ayrı yemək pişirirəm. Özümə də ayrı. Şnitsellərimiz də hazırdır. Yoldaşım üçün o diyeta saxlamır. Ona görə ayrı-ayrı yeməklər pişirəcəm. Niyə? Biraz çətin olsa da mən arıqlamalıyam. Çünki mən çox tez çəki yığıram. Bu da yoldaşım üçün soğan qızardacağım. Əlavə edəcəm pasta, tomat pastası və makaronlar. Belə olacaq yeməyi. Yəni o diyeta saxlamır. O da məsəl üçün arıqdır da mənim yoldaşım, mənim kim deyil. Mən biraz yeyirəm. Həm hamiləlikdən sonra mən çox kökəlmişəm. Evdə oturmaqdan da gərək özümə baxım. Çünki istəmirəm də, yəni yay gəlir. İstəyirəm normal giyinə bilim də. Məsəl üçün paltarları mən çox açıq giyinən bir deyiləm. Həmişə öz bədənimə uyğun giyinirəm. Hətta böyük paltarları giyinirəm ki, boş qalsın. Belə. İndi söndürmüşəm. Yanmasın. Yandırdım plitanı. Əlavə edəcəm tomat pastası, makaronlar da gedəcək ora. Ay, bu niyə oynayır? Air fryerdə tam da ki, indi yağsız pişirir. Bilmirəm necə pişirəcək. 30 dəqiqə qoymuşdum mən, 180 dərəcə. Görək də, oradan görürəm toyuğumu, filemi. Gərək mən diyeta üçün məhsullar alım. Dünən Xəzə yoldaşıma demişəm evə gələndə. Belə aktiver dedim, al, şəkərsiz. Fokus hanıya? Hə, şəkərsiz aktiver alıb mənim üçün. Qatıq dedim, al, qatıq da götürüb. Bir Millanın qatığını götürüb. 1,5. Mən əslində kənd qatığını bəyənirəm. O daha belə turşuludur. Bu qatıqları mən çox da yeyə bilmirəm. İndi görək də, axşama mən özümə xiyar salat eləyəcəm. Sizlə də bölüşəcəm. Ona görə mənim vloglarımı buraxmayın. Əgər arıqlamaq üçün reseptlər axtarırsınızsa, baxın, birlikdə, yəni bir-birimizə kömək edək də arıqlayaq. Görək necə olacaq. Düzdür, arıqlamaq üçün menyular başqa olur. Daha da çox pul tutur. Amma məsəl üçün mən belə qidalanıram da. Az-az. Amma diyeta saxlayanda çörəyi kəsirsiniz. Çörək yerinə qara çörək ala bilərsiniz. Çırnıcındalı xleb azada satılır 90 qəpikdir. Onun bir dənəsini, məsəl üçün bir dənəsini kəsib yeyə bilərsiniz. Sonra bir vloglarda asta-asta mən sizinlə bildiyim informasiyanı paylaşacağım. Bizim buğuçkamız ses çıxartdı. Airfryerin adını buğuçka qoymuşam. Bilmirəm niyə. Deməli, görürsünüz, yağsız, falansız pişirir. Mənə səs eləmişdi ki, bu mənə çevirdim, getdi, 14 dəqiqə qalıb. Özümdən burada salat uydurmuşam. Biraz kök, biraz xiyar. Pomidor yoxdur çünki sezon deyil. Mən xoşlamıram bu pomidorları. Əslində xiyarın da heç sezonu məncə deyil. Çünki qəribə dadları var son vaxtlar. Amma alırıq ki, çünki başqa neyək? Yəni öz bağımız olsaydı orada yetişdirərdim. Məndən elə şeylər gözləyin, yəni öz bağım olsa nəsə yetişdirəcəm. Bir qız bürcəyəm deyə. Burada da şeydir, iceberg. İndi onu doğrayacağım bura. Həyif limon soku yoxdur. Duz əlavə eləməyəcəm, belə yeyəcəm. Biraz pul biber vuracağım. Efsə. Bəlkə də biraz qatıq vurdum bura. Bir nəfər də oyanıb. Ay, kim oyandı? Gəl.
Və salam. Bu da salatımız. Həm də yüngüldür. Batıq. Can, danışas. Alimdə durdun yam-yama. Bir dənə ədviyyat vuracam buraya. Vəsə. Ay can, makaron istəyirsən? Verəcəm indi öz makaronundan sənə. Yam-yam. Bu da yemeklerimiz. Yoldaşımın yemeğiydi. Çok koymuşam ona. Bu da benim makaronum. Makaronun böyle yarı yarı. Biraz videoda büyük görsənir makaronlar. Salatdır. Özümə ucu ayırdım. Bir de böyle pişip airfryer'da. Gedim halinde yedizdireyim. Biz yiyip bize nuş olsun. Buranı temizledim. Tez bazarı. Ali'nin sop çıkırdı orada. Airfryer'da koymuşam yumağa. Airfryer'ın qabını. Bunu da attım. Blender. Böyle sulayıram onu ki yağı düzelsin. Ne oldu? Nyam nyam. Nyam nyam. Nyam nyam. Bucum nyam nyam. Nyam nyam. Nyam nyam. Смотри, nyam nyam. Nyam nyam. Будешь ням ням? Дай мне игрушку, дай. Дай маме мяу. Это кто, мяу? Мяу. Мяу. Can. Ты моя сонечка. Мяу. Buna мяу deyir. Sup yemişti. Burasını batırdı. Dengini değiştireceğim. Ne halin? Bir tane de dişi çıkır. Скажи мама. 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 Мама, скажи мама. Баба. Не баба, мама. Мама. Баба. Мама. Баба. Мама. Баба. Mama. Deliliği tutup. Uy, ilk yapar. Özümə kofe süzdüm. Yoldaşım orada əlini yatışdırır. Buradan deməli kəsmikdə əlavə elədim. Bir paket şəkərli vanil və bir ədəd yumurta. İndi buraya manna əlavə edəcəm və göndərəcəm bu formalara. Sonradakı airfryer'a göndereceğim onları hamısını pişecek Alin için. Böyle bir dadlı bir zapikanka. Özüm de kofe içirəm. Yine burada sütlü. Sütün kalorisi azdı. Böyle yorulmuşam. Hazır eləyim. Biraz da belki Alin'in birazdan düşdü bayrağı. Böyle forma alınmalıdır. Görürsünüz necə yumuşaq alındı. Göndereyim bunları buraya. Yoldaşım yatıştırabilmeli Ali'ni. Göndereyim buraya ve ayrı bir de göndereceğim. Haline vereceğim iyisin. Heç nə. Gedim orada deyim görüm niye ağlayır. Cəmi 3 tane alındı. Eybi yoxdur. Neçə qoyaq? 180 qoyaq. 15 dəqiqə olsun. Sonra baxacağım. Çolkağı kesək. Korkma. Na. Açtı ismi. Na. Of. Bu nedir? Aylin. Gel. Gel şey değmesin. Aylin. Bağışta Aylin. Ama yaxşı oldu. Burada biraz eğridir. Aylin. Bak ben ne diyeceğim. Bana bakma var. Все, да? Все? Это тоже bunu sağ tərəfi. Sol məndən sağ tərəfi, hə. Yo, mənim sağ tərəfi kəs.
Sənə oxşuyur. Sen bu tarafa kes. Gözdə. Bu tarafta kes. Gözdə. Girmesin. Hansını? Bunu. Hə, çəkil. İyi et çiz. Ailenin yeni prическası. İndi mənə yazacaqsınız ki, saçını niyə qırxmırdınız? Qırxdı. Maşa oxşuyur. Gərək sən adımı Maşa qoyardıq. Hə, Aylin, qızım. Oldu naturalni Aylin bacı. Все. Belə qalacaq. Prosta əylidir biraz, əybi yoxdur. Yaxşıdır, əsas gözünə girməsin. Şirinləşib. Şirinləşib. Bunlar da belə alındı. Aylinin də yeni prическası. Yazarsınız bəyəndiniz yoxsa yox. Qızım, nyam nyam. Nyam nyam yiyəcəksən. Yine kubu. Oğlan oxşur. Peyçək. Vasya. Məndən qabaqdan qaçır. Hayli. Ay qız. Hara qaçırsan? Ay. Gedək gezək. Вечером могу с тобой гулять. Aylin. Aylin parkdadır. Pupsik. Здесь есть. Колтон не идет, кому? Hara gəlib girib böyüklər üçün. Aylin. Təzə çıxıb da götürüb tullayır soskasını. Səmənimizə baxın. Sizdə var belə səməni. Yumurtalar da var. Səməni. Burada böyük səməni, evdə də balaca. Getdik. Bu da bizim fontancık. Bu çörək yerinə görür yiyir. Çoskasına. Özümə belə salat elədim. Xiyarla, pul biberlə, qatıqla, bir də ədviyyat. Bunu yiyəcəm. Xiyar nəsə çox oldu. Eybi yoxdur. Bu da mənim son yeməyim olacaq. Nyam nyam. Buna da smes verəcəm. Hə, deyəcəm. Artıq evdəyik və mən sizinlə sağollaşmalıyam. Zəhmət olmasa bu videoma like qoymağı unutmayın. Abunə olmağı da unutmayın. Çox insan abunə olmadan baxır. Ona görə gələn vloglarımı qaçırmamaq üçün abunə olun və gələn vloglarda görüşənədək gecəniz xeyrə qalsın. Səhər inşallah oyanacam və Alinə belə Herkules eləyəcəm. Həm özümə də bəlkə Herkulesi blin eləyəcəm diyeta üçün. Yəni sizə də göstərəcəm. Bir ədəd banan da çıxartmışam yarı. Bir də alma bu Aninka üçündür. Gedim mən yatım qızlar. Gecəniz xeyrə qalsın.
İnşallah sabah görüşərik. Sabah deyəndə ki, gələn vloqlarda görüşərik. Çox sağ olun ki, bu arada məni izləyirsiniz. Bütün rəylərinizi oxuyuram. Mənfi rəylər çox azdır, amma pozitiv və gözəl enerjili olan dolu rəyləriniz çoxdur. Belə, çox danışdım yenə.